danışır da, Qurandan, sünnədən danışır da. Kifayət ki, o adama tam etibar eləyək dini məsələlərdə, yoxsa başqa məsələlər də baxmalı. Qətiyyən olmaz, qardaş. Çünki indi elə azdıranların çoxu, dindən azdıranların çoxu, baxırsan ki, Quran deyir. Baxırsan ki, sünnə deyir. Amma bəs etmir. Nə mənada bəs etmir? Kim deyə bilər? Sənin üzərinə vacib olan odur ki, Quran və sünnəni sələfin fəhmi ilə başa düşəsən. Vacib demil. Əks halda bidət əhlisən. Bidət əhlisən. Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, Emil, hər kim Quran və sünnəni səhabələrdən götürməsə, onların başa düşdüyü kimi başa düşməsə, huwa min əhlil bid'a və dalal. Zəlalət və bidət əhlidir. Nə demək istəyir? Təsviri ilə bu. Yox. Bax, qardaş, sən Quranı oxuyursan, başa düşürsən. Sənin üzərinə vacib olan odur ki, o birinci nəsil var, sahabələr, o necə başa düşüb? Sən elə başa düşəsən. Özündən müstəqil Quranı başa düşən çıxmamalısan sən. Məsələn, Elşad Miri kimi. Özü Allah çevirir. Yox, bildim. Elşad Miri Quranı oxuyur. Yox, qardaş, Quranı oxuyur, başa düşür, düzdür? Onlar o kimdən qədər adam? Biz nə qədər insanlar oxuyur, sənə Quran öyrədir. Biz deyirik ki, qardaş, sənin üzərinə düşən odur ki, xeyirli nəsil yoxdur, Quran onlara nazil olub, enib. Onlar şahid olublar və onlar necə fəhm ediblər, onlar necə başa düşüblərsə, sənin Quranı elə başa düşməyin vacibdir. Əşarilər niyə yazıblar? Cəhmiyyələr, zındıqlar, Mətrudilər olsun, Sufilər olsun. Səbəb Emil. Quranı sahabələrin fəhmi kimi başa düşməyiblər. Vallahi. Baxın, məsələn, sahabə əşaridir, zındıq, Cəhmiyyə, Mətrudilər. Açıb oxuyur ki, Allahın ayəsini. Misal üçün, Rəhman ərşə istiva etdi. Ər-Rəhmənu aləl arş istava. Deyir, istiva məxluq edir. Allah istiva edə bilməz. İstiva edir deyirsənsə, təşbihə girirsən, Allahı məxluqata oxşadırsan, vacibdir ki, nəsə fırradasan, təvil edəsən. Nə istəyirsən de, istəvlə, misal üçün. Əl-mühim istiva olmasın. İstiva təşbihdir. Biz deyirik ki, nədən uzaq düşüblər, Emil? Nədən uzaq düşüblər, Ziya? Sahabələrin fəhmindən vallahi bir nəfər sahabə Quranda olan sifət ayəsini təşbih kimi görməyib, başa düşməyib, bilməyib. O qorxu gəlməyib onlara. Çünki təşbih deyil ona görə. Allahın əl ayəsini oxuyanda bir nəfər sahabənin ağlına gəlmədi ki, mənim də əlim var. Birdən mən əl deyəndə bu əli nəzərdə tuturlar. Allahın əli dediyi bu əldir. Təşbihə girərəm. Yoxdur vallahi heç bir sahabədən. Niyə? Çünki onların fəhmindən çıxıblar deyə öz zındıq fəlsəfə fəhmlərini, Aristotelin fəhmini, Cəhm ibn Safvanın fəhmini qabağa çəkib Quranı başa düşdükləri üçün bidət əhlidirlər, zəlalət əhlidirlər. Ona görə biz deyirik ki, Şeyxülislamın sözü haqdır. Quran və sünnəni götürməlisən sahabələrdən. Necə sahabələr? Vallahi Emir, ola bilməz ki, Quran və sünnəni sahabələr təfsir eləməsinlər. Onlar ölüb, o nəsil gedib, orada qaranlıq şeylər var. Açılmayıb üstü. Sən gəlib açmısan bizə. Mümkün deyil vallahi axı. Deməli, hər şey onlarda mövcud idi. Mövcud idi. Mücahid rahimehullah, İbn Abbasın şagirdidir, tələbəsi deyir ki, mən 3 dəfə Qur'anı İbn Abbasa ərz elədim. Bir ayə oxuyurdum, dayanırdım, başa salırdı. Hamısını deyir. Yəni bir dəfə sifət ayələrində demədi ki, ey Mücahid, burada Allah əl deyir. Bax, sənin də əlin var. Birdən Allaha əl deyərsən, Allahın məxluqata oxşatmış olarsan, ehtiyatlı ola deməyib. Niyə? Çünki qəlbi salamat olub, tahir olub, sağlam olub, səlim olub. O problemi sonradan ortaya çıxıb, zındıqlar çıxandan sonra əşarilər, cəhmiyyələr, sonra məşarilər. Amma sən Qur'anı sahabələri fəhminlə götürmüş olsan, heç bir problem yoxdur. Heç bir sahabədən bir nəfər əşari sahabədən dəlil gətirə bilməz ki, onlar Qur'anı oxuyanda, sifət ayələrinə gəlib çatanda təşbih qorxusundan ya təvilə getsinlər, ya təfvidə.